Diqqət! Bu verilişdə səsləndirilən fikirlər və tibbi məsləhətlər maarifləndirici xarakter daşıyır və ümumi yanaşmanı əks etdirir. Hər bir orqanizm fərdi olduğu üçün ən dəqiq diaqnoz və doğru müalicə yalnız əyani həkim müayinəsi və müvafiq laborator instrumental analizlərdən sonra təyin edilə bilər. Salam, mən uzman lor və baş boyun cərrahisi Nuru Əliyev. Uzmanlığımı Marmara Universitetində bitirmişəm. Biz xidmətimizə İnci klinikasında davam edirik. Bugün xəstələrimizin, pasientlərimizin suallarını cavablandıracağıq. Qulaq, burun, boğaz ilə əlaqəli olan hər bir suala cavab verəcəyik. Bir də bunu qeyd etmək istəyirəm ki, bizim burada verdiyimiz məlumatlar ümumi məlumatlardır. Hər kəsin xəstəliyi özünə spesifikdir. Əgər bir şikayətiniz varsa, mütləq mütəxəssisə müayinə olun. Doktor, qulağımda səs, vızıltı, küy var. Bu tamamilə keçəcəkmi, yoxsa qalıcı bir problemdir? Və nədən yaranır? Qulaq çınlaması, tinnitus deyilən xəstəlik əslində iki tipə ayrıla bilər. Subyektiv və ya obyektiv ola bilər. Obyektiv dediyimiz şey nədir? Sesi sizinlə bərabər biz də eşidirik. Bu zaman demək ki, orada anatomik olaraq bir problem vardır. Bu problemin çözümü əlbəttə ki, vardır. Amma subyektiv olsa, yəni xəstənin özü eşitmiş olsa, bu adətən yüksək frekanslarda eşitmə etkisi ilə əlaqəli olduğu üçün bunun çox heyif ki, bir müalicəsi yoxdur. Buna çarə bulmaq necə ola bilər? Eşitmə cihazı istifadə edərək o frekansdakı səs ayarlarını normaya gətirə bilərsək, bu zaman tinnitus dediyimiz çınlama səsi itə bilər. Çınlamanın səbəbləri arasında çox səbəb var. Yəni birinci dediyim kimi anatomik olaraq problem ola bilər, ikincisi boyundakı damarlarla əlaqəli ola bilər, osteoxondrozla əlaqəli ola bilər və yaxud da eşitmə itirməsi ilə əlaqəli ola bilər. Doktor, qulağımı evdə necə təmizləməliyəm? Qulaq çöplərindən istifadə etmək deyirlər ki, ziyandır, amma hər gün istifadə edirəm. Qulağım da yaxşı eşitmir. Yəni qulaq çubuqlarından istifadə etməsəniz çox gözəl olar əslində. Yəni bir mərhaba ilə və yaxud da bir salfetka ilə belə, qulaq çubuğunun özü ilə belə giriş hissəni dairəvi şəkildə təmizləsəniz yetərli olar. Əgər siz kiri çıxartmaq üçün qulaq çubuğu ilə içəriyə itdirsəniz, o zaman istərsəniz qulaqda yaranan kirləri zərin üstünə, qulaq pərdəsinin üstünə yapışdırmış olur. Bu da eşitməni istər-istəməz təbii ki, pozur. Uşaqların qulaq təmizliyi valideynləri ən çox narahat edən mövzulardan biridir. Bir çox hallarda valideynlər qulaqda yığılan kiri zərərli hesab edir və onu tez-tez təmizləməyə çalışır. Lakin mütəxəssislər bildirir ki, bu yanaşma əksinə uşağın qulaq sağlamlığına zərər verə bilər. İnci klinikasının lor, qulaq, burun, boğaz cərrahı uzman doktor Nuru Əliyevin sözlərinə görə, qulaq kiri əslində orqanizm üçün qoruyucu funksiya daşıyır. Bu maddə qulaq kanalını tozdan, mikroblardan və yad cisimlərdən qoruyur. Eyni zamanda qulaq daxilinin nəm balansını saxlayır. Daha ətraflı isə gəlin doktoru dinləyək. Yəni qulaq təmizliyi sizin eləyəcəyiniz bir şey deyil. Zaten orqanizm bunu edir. Yəni qulaqda istər-istəməz tüylü hüceyrələr olduğu üçün kiri dışarıya doğru ittirir. Siz hər dəfəsində qulaq çubuğu istifadə etdiyinizdə o hüceyrələri zədəlirsiniz. Bu da istər-istəməz orada kirin birikməsinə və tıxaclıq yaratmasına səbəb ola bilər. Yəni bunu bir nəvə biz kəndimiz edirik, yəni özümüz edirik özümüzdə. Bundan ziyadə nə etmək lazımdır? Qulaq seyvanını dışarıya doğru hafifcə çəkib İç tərəfini gördüyümüz qədər qulaq çubuğu ilə təmizləyib çıxmaq lazımdır. Yəni içəriyə doğru heç bir şey ittirməmək lazımdır. Yəni qulaq kiri çox təmizlənəsi bir şey deyil zaten. Çünki o bizim özümüzün müdafiə mexanizmamızdır. O qulaq kiri orada çıxır ki, infeksiyanın qarşısı alınsın. O yağ vəzlərindən ifraz olunan bir şeydir. Yəni bunu təmizləməyə biz cəhd eləsək, o zaman dediyim kimi biraz öncə travmaya səbəb olur da, infeksiya, istər-istəməz axıntıya, qulaqdan və narahatlığa səbəb olur, diskomfort yaradır. Qulağı təmizləmək nə zaman lazım olar? Əgər bu dediyim şeyləri etmişiksə və kir orada birikmiş, təbil pərdəsini baka qapamışsa, o zaman məcburən oranı təmizləyirik ki, xəstənin eşitməsi düzəlsin. Doktor, qulağım ağrıyanda içinə isti yağ və ya aptekdən aldığım damcı tökə bilərəmmi? Və yaxud da sarımsaq qoya bilərəmmi? Sarımsaq sözsüz ki, qoymaq olmaz. Çünki istər-istəməz sarımsaq qoyub içəriyə qaçsa, bunu çıxartmaq üçün siz yenidən həkimə müraciət etmək məcburiyyətində qalacaqsınız zaten. Qulağınız ağrıdığı zaman ağrının səbəbi önəmlidir. Əgər dış qulaq yolu ilə əlaqəlidirsə, bu zaman döktüyünüz damla işə yaraya bilər. Yox, əgər orta qulaqla əlaqəlidirsə, sizin döktüyünüz damla işə yaramaqdan ziyadə yolu bağlayaraq daha da problemi böyüdə bilər.
Yəni onun üçün əvvəl müayinə olmaq, daha sonra dərman istifadə etmək daha məsləhətli olar. Doktor, təyyarəyə minəndə və ya hündür yerə çıxanda qulağım çox tutulur. Bunun qarşısını necə ala bilərəm? Ya təyyarəyə minməyin, ya da hündür yerə çıxmayın. Uçuşunuz varsa o zaman uçuşdan öncə mütləq burun müayinəsi etdirin. Yəni bunun səbəbi Yevstaki borusu ilə əlaqəlidir. Doktor, mənim burnumda problem yoxdur, qulağımda problem var. Burunla qulaq arasında bir boru olduğu üçün bunların ikisi də bir-biri ilə əlaqəlidir. Əgər burnunuzda problem varsa, bu zaman qulağınız təsirlənə bilər. Yəni qrip olduğunuzda, burun axıntısı olduğunda və yaxud da nazofarenjit dediyimiz xəstəlik olduğunda istər-istəməz boynun arxa əzələləri infeksiya olduğu üçün, inflammasyon olduğu üçün işləyə bilmir. Bu da uçuş zamanı basınc olur, neqativ basınc olur birdən-birə. Yevstaki borusu qapalı olduğu üçün qulaqda basınc təbil pərdəsini içə doğru çəkir və bu da həm təbil pərdəsi zədələnməsinə, həm pərdənin yırtılmasına, həm də orta qulaqda maye yığılmasına səbəb ola bilər. Doktor, nəfəs alarkən burnum niyə tez-tez tutulur? Gecələr ağzı açıq yatmağımın səbəbi nədir? Nəfəs alarkən burnun tutulması həm anatomik ola bilər, həm də fiziolojik ola bilər. Fiziolojik dediyimiz şey nədir? Yəni bu normal hər kəsdə ola bilər. Yəni gün içində burun 4 saatdan bir tərəfi dinləndirərək o bir tərəfi işlədir. Amma əgər sürəkli davam edici bir şəkildə burun tıxanıqlığınız varsa, bu böyük ehtimal ya çəpərinizdə əyrilik vardır, ya da burun ətləriniz, konka dediyimiz balıq qulaqları çox şişdiyi üçün, ödəmləndiyi üçün havanın keçəcəyi pasaj qalmır orada. Onun üçün ola bilər. Gecə ağzı açıq yatmağınızın səbəbi bir, burunla əlaqəli ola bilər, 2, farinks dediyimiz yumuşaq damaqla əlaqəli ola bilər. Doktor, burnumda ət polipim var, çəpər əyriliğim də var. Bunun əməliyyatsız nəsə eləyə bilərik? Dərmansız keçə bilər? Əgər çəpər əyriliyi varsa, bu əməliyyatsız çox heyifli bir çarə tapa bilmərik buna. Amma burun ətlərində böyümə, burun ətlərində şişmə, ödəmlənmə, axıntı varsa, bunun müalicəli keçirdə bilərik, bəli. Doktor, burnuma tez-tez damcı tökürəm. Bunun asıllıq yaratmaması üçün nə etməliyəm? Yəni burnunuza dökdüyünüz damla çox önəmlidir. Hansı tip damla tökürük? Əgər allergiya üçün tökülən steroid tipi damladırsa, bu sizdə asılılıq yaratmaz zaten. Bunun müalicə müddəti var, 1 ay müddətini tökürsünüz, 1 ay sürəsinin sonrasında rahatlayırsınız. Yox, əgər xilometazoline, naftizin tipli burun spreyləri isə istər-istəməz burun ətlərini öncə kiçildir. Bunun kiçilməsinin səbəbi damarları daraltmasıdır. Amma vücud buna reaksiya verərək rebound olaraq daha fazla şişirdiyi üçün istər-istəməz onu asılı vəziyyətə gəlirik. Yəni asıllıq yaranmaması üçün bunu 5 gündən uzun müddətdə istifadə etməməliyik. Bir müddətdən sonra o müddət sürəsi, təsir müddəti qısaldığı üçün, yəni saatda 1, 2 saatda 1, daha sonra gün içində 5 dəqiqədə bir vurmadan nəfəs ala bilmədiyimizi hiss edəcəyik. Bunun da müalicəsi var. Yəni əgər bundan qurtulmaq istəyirsinizsə, gözəl müalicəsi də var, rahat da qurtula bilərik. Doktor, qoxu bilmə qabiliyyətim zəifləyib. Bu nə ilə əlaqəli ola bilər? Qoxu bilmə qabiliyyətinin zəifləməsinin səbəbi 2 tipli ola bilər. Birinci mərkəzi sinir sistemi ilə əlaqəli, ikincisi isə burunla əlaqəli. Burunla əlaqəli olduğu zaman nə ola bilər? Burunda allergiya ilə bağlı olaraq burun polipləri gəlişə bilir. Və yaxud da kistik fibrozis xəstəliyində zaten burunda poliplər ola bilir. Bu poliplər istər-istəməz burunun çatısını doldurduğu üçün qoxunun, yəni aldığımız nəfəsin qoxu hüceyrələrinə ulaşmasının qabağını kəsdiyi üçün qoxu almaqda problem yarana bilir. Əgər burunla əlaqəli bir qoxu problemimiz varsa, bunun müalicəsi var. Yox, əgər mərkəzi sinir sistemi ilə əlaqəlidirsə, o zaman nerpatoloq müayinəsi məsləhət görülür. Xəstənin şikayəti burada çox önəmlidir. Əgər spesifik olaraq qulaqla əlaqəli bir şikayət varsa, terapevtdən ziyadə lora həkimlə birbaşa getsəniz daha məsləhətli olar. Yox, və yaxud da belə deyək, xəstə qribal bir infeksiya keçirdibdir, yəni bundan dolayı qulağında problem yarandığını düşünür. Bu zaman terapeftə müraciət edə bilər. Terapevt müalicə yazar. Əgər effekt görməzsə, o zaman lora həkiminə gələ bilər. Tez-tez burun qanaması normaldır, doktor. Yox, əlbəttə ki, normal deyil. Yəni bu orqanizmada bir problem olduğunu göstərir. Ya yüksək təzyiqlə əlaqəli ola bilər, və yaxud da burun içi axıntı ilə əlaqəli ola bilər, və yaxud da ən sıx rastlaşdığımız səbəblərdən biri nədir? Burun zaten kapillər damarlarla çox zəngin bir yerdir. Travma ilə dolayı burun qanaxması izlənə bilər. Bəs evdə qanaxma olanda ilk nə etməliyəm tibbi yardım olaraq? Yəni evdə qanaxma olduğunda ilk həyəcanlanmamaq lazımdır. Yəni bu qan ağzınızdan da gələ bilər. Yəni bu anda qorxmamaq lazımdır. Edəcəyiniz işləm nədir? Əgər burunun önündədirsə müdaxilə edə bilərsiniz. Yox, yerdəsə zaten müdaxilə edə bilməzsiniz. Başınızı çox azca önə doğru əyərək barmağınızla burnunuzun önünə bağlasanız yetərli olar. Amma mən görmüşəm ki, əksinə arxaya uzadırlar, başı arxaya eləyirlər, hətta cuna qoyurlar. Və bu şəkildə qanı kəsməyə çalışırlar. Bir də bayaq deməyi unutdum, buz qoysanız yaxşı olur. Başı arxaya elədikdə isə qan arxa tərəfdən istər-istəməz nəfəs borumuza qaça bilər. Yəni onun üçün başı arxaya eləməkdən ziyadə önə doğru əyməniz daha məsləhətli olur. Onda bu bizim xalq arasında doğru bildiyimiz yanlışdır. Bəli. Doktor,
Doktor, məndəki sadəcə soyuq dəymədir, yoxsa allergiyadır? Bunu necə fərqləndirim? Yəni bunu fərqləndirmək üçün soyuq dəymənin əlavə başqa təsirlər də var. Başqa şikayətlərə də səbəb olur. Allergiya isə sadəcə burunla sınırlı qala bilər. Allergik rinit dediyimiz xəstəlikdə nə olar? Burun axıntısı olar, burunda qaşıntı olar, gözdə qaşıntı olar və tez-tez askırma olar. Amma əgər soyuq dəyməniz varsa, qızdırmanız da qalxa bilər və ya boğazınızda ağrı ola bilər. Bunlarla bir-birindən ayırmaq mümkün ola bilər. Doktor, bir dəfə həkimə getmişdim, o mənə qlandalarımın olduğunu dedi. Bunu mütləq dedi kəstirməliyəm. Kəstirməsəm mənə başqa ziyanları da olacaqmış. Bu həqiqətən doğru bilgidir. Yəni kəstirməliyəm, yoxsa bu lazım deyil, mən yaşdan sonra gedə bilir? Bu elə bir şeydir ki, qlandaların əgər əməliyyat olması üçün fərqli səbəblər var. Yəni bunlardan biri nədir? Bir il içində 7 dəfədən çox tanzilit keçirmişiksə, qlandalara infeksiya olubsa, bu zaman mütləq şəkildə əməliyyat olmaq lazımdır. Və ya son 3 ildə ildə 5 dəfədən çox keçirmişsinizsə, bu zamanda və yaxud da peritonsillər abses edilən bir xəstəlik var. Tonzilitdən dolayı o gəlişərsə, o zaman mütləq əməliyyat olmaq lazımdır. Bunun olmazsa nə fəsad ola bilər? Birincisi, böyrəyə təsir edə bilər. Əgər qlandada olan problemdən dolayı əməliyyat indikasyonunuz varsa, əməliyyat olmalısınızsa, vaxtında əməliyyat olmasanız, bunun nəticəsində böyrəyiniz və yaxud da ürəyiniz zədələnə bilər. Bunun üçün vaxtında əməliyyat olunması tövsiyə edilir. Eyni zamanda boğazda olan boğaz əti, qlandalarımız çox şişərsə, nəfəs yolumuzu tıxaya bilər. Obstruktiv uyku apne sendromu deyilən bir sendrom var. Yəni apnoeya səbəb olarsa, apnoeya səbəbli uşaqların gecə yuxusu pozula bilər. Eyni zamanda gün içində yuxulu qalar, məktəb fəaliyyətlərində azalma izlənə bilər və eyni zamanda gün içində yuxulu şəkildə, yəni hər hansı bir şeylə maraqlana bilməzlər uşaqlar. Bunun üçün belə vaxtlarda əməliyyat olmanı tövsiyə olunur. Doktor, səsin tez-tez batmasının və xırıltı olmasının səbəbi nədir? Səsin tez-tez batmasının səbəbi bu boyun əzələləri ilə əlaqədar ola bilər. Spazmotik disfoni deyilən bir xəstəlik var. Bu nədir? Boyun əzələləri, səs telləri uzun müddət istifadə olunduğunda istər-istəməz arada boşluq qalır. Arada boşluq qaldığı üçün boyun əzələləri daha fazla kasılaraq, daha fazla yığılaraq səs tellərini birbirine yaxınlaşdırmaq istəyir. Bu da uzun müddət əzələlərdə də ağrı verə bilər. İstər-istəməz əzələlər bir yerdən sonra işini görə bilmədiyi üçün aradan hava qaçdığı üçün səsimizdə qısılmalar ola bilər. Danışdığınız zaman, yəni havanın bitdiyini hiss etdiyinizdə yenidən nəfəsinizi alaraq, göğüs əzələlərini işlədərək o şəkildə danışın. Yəni boynunuzu qısılma anına gətirərək o ana qədər danışmağa davam etməməniz yetərlidir. Doktor, udğunanda boğazımda nəsə düyünlənib qalmış kimi bir his var. Bu nə ilə əlaqəli ola bilər? Bunun səbəbi çox ola bilər. Birincisi tiroid, zob dediyimiz xəstəliklə əlaqəli ola bilər. Əgər bunun boyu çox böyük olarsa, arxa tərəfdən istər-istəməz qida borusunu sıxdığı üçün boğazda hər dəfə keçdiyində taxılma hissi yarada bilər. Eyni zamanda qida borusu ilə əlaqəli problemlərdən ola bilər. Yəni zenkər divertikulit deyilən bir xəstəlik var. Divertikulit nədir? Qida borusunun arxaya doğru bir poşe oluşur. O boşluğa yemək qırıntıları birikdiyinə görə daraldır yenə pasajı və udğunarkən orada bir şey tıxanmış kimi hiss edirik. Və ən bəsit, ən sadə bir səbəbi nədir? Yəni boğaz ətləri, qlandaların böyük olmağı. Bu da buna səbəb ola bilər. Belə deyək, ən bəsit olaraq birincisi nədir? Bəslənməmizə diqqət eləməliyik. Yediyimiz, içdiyimiz yeməyə, vaxtına, saatına diqqət etmək lazımdır. İkincisi, ən önəmli şey nədir? Yuxudur. Yuxu vaxtımızı düzgün təyin edərsək, düzgün ayarlayarsaq, tənzimləyərsək, hər hansı vücud immunitesi düşməz və xəstələnmərik. Üçüncü isə, yəni bilmədiyimiz, anlamadığımız şeyə müdaxilə etməməyimiz lazımdır. Diqqət! Bu verilişdə səsləndirilən fikirlər və tibbi məsləhətlər maarifləndirici xarakter daşıyır və ümumi yanaşmanı əks etdirir. Hər bir orqanizm fərdi olduğu üçün ən dəqiq diaqnoz və doğru müalicə yalnız əyani həkim müayinəsi və müvafiq laborator instrumental analizlərdən sonra təyin edilə bilər.